İlham Əliyevi çox pis günə qoyurlar. AŞPA Azərbaycan hakimiyyətinə qarşı yeni, daha dəhşətli qətnamə hazırlayır. Avropa Şurası Parlamenti Assambleyasının İnsan Hüquqları Komitəsi Azərbaycandakı repressiyalarla bağlı sərt qətnamə layihəsi qəbul edibdi. Layihə AŞPA-nın 22-26 iyun gələn ay iyun tarixində keçiriləcək yay sessiyasında müzakirə üçün gündəmə çıxacaq. Sənəddə vurğulanır ki, Azərbaycanda siyasi pluralizm, ifadə azadlığı, məhkəmə müstəqilliyi və vətəndaş cəmiyyəti sahəsində ciddi geriləmələr var və bu Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin pozulmasıdır. Müxalifət fəallara, jurnalistlərə, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələri tez-tez cinayət qanunvericiliyindən siyasi təzyiq kimi istifadə olunmaqla həbs edilir. Bu xəbərlər son vaxtı qaçaqmalçılıq, vergi pozuntusu, qanunsuz sahibkarlıq, narkotik saxlama, xuliqanlıq, dövlət əleyhinə fəaliyyət kimi ithamlarla həyata keçirilir. Transmilli cinayətlər də öz yerində. Sənəddə müxtəlif kateqoriyalar üzrə siyasi məhbusların, o cümlədən Əli Kərimli Qubad İbadoğlu'nun ev dustaqlığı, Akif Qurbanov, Ələsgər Məmmədlinin, Ruslan İzzətlinin, Rüfət Səfərov, Bəxtiyar Hacıyev kimi jurnalistlərin adları sadalanır. Sənəd Azərbaycan hakimiyyətinin siyasi repressiyalara və həbslərə son qoymağa, müstəqil medianın fəaliyyətinə imkan yaratmağa, hüquq müdafiəçilərinə qarşı təzyiqləri dayandırmağa çağırır. Dəyərli həmvətənlərim, gələn ay Avropadan İlham Əliyevə sürpriz var.